Herkese salam, hər birinizə xoş gördük. Bildiyiniz kimi bugün 26 aprel 2026 9-cu siniflər üçün artıq sonuncu 3-cü zona buraxılış qəbul imtahanı keçirildi. Az öncə qrammatika suallarının izahını kanalımda paylaşdım. İndi isə mətn suallarının izahını vermiş olacağım. İlk öncə gəlin mətni oxuyaq, sonra isə başlayaq sualların izahına. Kəndin ilk müəllimi. Baxaq, mən yoldaşlarımla yığıncaq keçirilən təbəqəyə təngənəfəs çatanda solğun bənizli oğlan Salman adamların qarşısında çıxış edirdi. Deməli, bunu işarələyək buradan sual olacaq. Məni bura göndəriblər ki, sizin uşaqlarınızı oxudum. Deməli, bu çatır həmin o təpəyə Salman adında, Salman adamların bir qarşısında çıxış edirdi. İndi bunun nitqin verir. Məni bura göndəriblər ki, sizin uşaqlarınızı oxudum. Bunun üçün də bizə bir bina lazımdır. Mən bu fikirdəyəm ki, məktəbi sizin köməyinizlə bax o təpənin üstündəki köhnə tövlədə yerləşdirək. Siz nə deyirsiniz? Adamlar onun dediklərinə mat qalmışdılar. Axı bu gəlmə adam nə demək istəyir? Demək ki, Salman bura gəlmədi. Nəhayət sakinlərdən biri sükutu pozdu. O məktəb bizim nəyimizə gərəkdir? Bizim çörəyimiz torpaqdan çıxır. Uşaqlarımız da belə yaşayacaqlar. Doğrudanmı siz uşaqlarınızın oxumasının əleyhinəsiniz? Salman gözlərini onu dövrəyə almış adama zilləyərək çarxmış halda soruşdu. Əgər istəmiriksə zorla məcbur edəcəksən. Salmanın üzünün qanı qaçdı, astadan danışmağa başladı. Düzdür, ömrümüz boyu zülmətdə yaşamışıq. İndi işıq üzü görməliyik. Oxuyub yazmağı öyrənməliyik. Bunun üçün uşaqları oxutmaq lazımdır. Sizdən xahiş edirəm mənə. İndi baxaq burada. Biz gərək təpədəki tövləni təmir edək. Deməli, Salmanın burada qanı qaçır. Astadan danışmağa başlayır. Həmin bu nitq deməli kimə məxsusdur? Salmana. Sakinlər susurdular. Salman başa düşdü ki, onlardan kömək ummaq əbəsdir. İki də burada işarələnibdir. O gündən sonra Salman hər gün səhər cığırla təpəyə, uçuq tövlənin yanına əlində bel, balta, köhnə vedrə ilə tək tənha qalxır, axşam geri dönürdü. Məktəb hazır olandan sonra ev gəzib bizim məktəbə topladı. Uşaqlar, mən sizə oxumaq və saymağı öyrədəcəyəm, hərflərin, rəqəmlərin necə yazıldığını göstərəcəm. Həqiqətən o bizə bildiklərinin hamısını öyrədirdi. Yalnız 4 illik ibtidai təhsil alan bu oğlan əlinin altında heç bir dərslik, adi əlifba kitabı da olmadan necə cəsarət edib belə böyük bir işə girişə bilərdi. Salman bizi öz bacardığı kimi oxudurdu. Aradan illər keçib, Salman artıq həyatda yoxdur. İndi mən kəndimizə alim olaraq qayıtmışam. Artıq köhnə məktəbdən əsər əlamət qalmamışdı. Yeni məktəb binasının açılışına həsr olunmuş tədbirdə fəxri yerdə əyləşmişəm. Artıq hamı inanır ki, Salmanın şövqlə girişdiyi iş puça çıxmayıb. O böyük qəhrəmanlıq göstərib kasıb uşaqlar üçün yeni bir aləm yaradıb. Baxaq indi 37-ci sualda nə deyir bizə? Deməli, kontekstə əsasən sözün mənası, bir də sözün qarşılığının işləndiyi cümlə. Üçbucaq işarəsinin qarşısında baxaq. Çarıxmış sözüdür. Çarıxmış halda soruşdu. Nə edəcəyini, nə deyəcəyini bilməmək, özünü itirmək. Bizdən uyğun fikir istəyir. Sözün qarşılığının işləndiyi cümlə. Qardaşım atamın dediklərini eşidincə çaşıb qaldı. Bəli, çarıxdı, çaşıb qaldı. Deməli, 1, 2. Burada isə işə girişə bilərdi. Ciddiyyətlə bir işə başlamaq. Aha. Ona idarədə fərqli işlərə nəzarət etməyə tapşırmışdılar. Yox, bu adiyyatı yoxdur. 5 də yenə. Doğru cavabımız elə 1, 2, 4 olmuş olacaq. C variantı. Gördüyünüz kimi bu da kitabça D variantının suallarıdır. 38-ə baxaq. Hansı deyimlə mətndəki əsas fikri qüvvətləndirmək olar? İnsanın cahil olmasını bilməsi bilyə doğru atılmış ilk addım bu olmaz. Böyük adamlar kiçik işlərdə çox vaxt şəristəsiz olurlar. Xeyr, elmi biliklər üst-üstə yığılarkən ən qiymətliləri altda qalır, əlaqəsi yoxdur. Əlindən iş gəlməyənin başına iş gələr. Elmdən keçməyən yolun sonu qaranlıqdır. Doğru cavabımız Y olacaq 38-də.
39-da nə deyir? Doğru fikirləri istəyir, kənd cəmaatının təəccübünə səbəb olur və bir də Salmanın təəccübünə səbəb olur. Görək nə idi burada? Salmanın insanlar qarşısında etdiyi çıxış, bəli, bunu kənd cəmaatı təəccüblə qarşılardı. Sonra hadisəni nəql edən şəxsin kənd alimi kimi qayıtması xeyr. Salmanın uşaqları təhsilə cəlb etmək istəyi, bəli, nitqində də onu deyirdi. Salmanın təəccübünə səbəb olur. Kənd cəmaatının təhsilə biganə münasibəti. 1, 3, 4 doğru cavabımız budur. 5-6-da nə deyir? Uşaqların oxumağa meyilli olmamaları. Xeyr, bəzi sakinlərin məktəbin təminində ona kömək etməsi əlaqəsi yoxdur. 40-da baxaq. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikirləri müəyyən edin. Mətnimizin deməli sonuncu abzası budur. Görək nə deyir? Zamanla kənd cəmaatının təhsili olan deməli münasibəti. Gəlin oxuyaq bunu. Bax deyir, aradan illər keçib Salman artıq həyatda yoxdur. İndi mən kəndimizə alim olaraq qayıtmışam. Artıq köhnə məktəbdən əsər-əlamət qalmamışdı. Yeni məktəb binasının açılışına həsr olunmuş tədbirdə fəxri yerdə əyləşmişəm. Artıq hamı inanır ki, Salmanın şövqlə girişdiyi iş puça çıxmayıb. Elə baxın, burada alacaq. Zamanla kənd cəmaatının təhsili olan münasibəti, bu doğrudur, bizdən yanlış istəyir. Müəllimin başlatdığı iş öz səmərəsini vermir. Baxın, yanlış budur burada. Sonra əvvəllər fikirləri xoş qarşılamayan şəxs indi rəğbətlə xatırlanır. Xeyr, köhnə məktəb yenisi ilə əvəzlənir. Səbəbindən asılı olmayaraq təhsil alan şəxslər sonradan öz kəndlərinə qayıtmaq istəmirlər. Bu da yanlışdır, qayıdır. Daxı 2-5. Doğru cavabımız 40-da A olacaq. Sonra 41-ci suala baxaq. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Nə deyir? Hadisəni nəql edən şəxslə bağlı doğru fikir, Salmanla bağlı yanlış fikir. Deməli, Salman açdığı məktəbdə təhsil alır, onun yetirmələrindəndir. Doğrudur. Sonra digər sakinlərdən fərqli olaraq Salmana tövləni təmir edərək məktəbə çevirməkdə kömək edir. Yanlışdır bu. Salmanla bağlı yanlışımız nə olacaq? Baxaq, deməli, cəmaatın məktəb binası üçün təklif etdiyi yerə etirazını bildirir. Yanlışdır. Doğma kəndində məktəb açmaq təşəbbüsü narazılığa səbəb olsa məqsədindən dönmür. Bu da burada yanlışdır. Yəni doğru cavabımız C 1, 3, 4 olmuş olacaq. Sakinlərin məktəb açılmasını xoş qarşılamaması onun üçün gözlənilməz olur. Bu da olmayacaq. Sonra 42-yə baxaq. Mətnə əsasən hansı hadisəni əsaslandırmaq mümkündür? 42-də. Müəllimin heç bir vəsaitdən istifadə etmədən uşaqlara oxumağı öyrətməsini. Bəli, elə burada əsaslandırmaq. Baxın, heç bir vəsaitdən istifadə etmədən uşaqlara oxutmağı öyrətməsi. Baxın, bu hissədə. Uşaqlar, mən sizə oxumaq, saymaq öyrədəcəm. Hərflərin, rəqəmlərin necə yazıldığını. Baxın, bu hissədə deyir bu fikri. Sonra 43-cü digər hissəyə keçid edək. Mətndə nöqtələrin yerinə uyğun olan ifadəni müəyyən edin. Baxaq, nöqtələrin yerində nə idi? Bunun üçün uşaqları oxutmaq lazımdır. Sizdən xahiş edirəm, mənə əl tutasınız. Əl tutasınız. Elə burada B variantı. Sonra 44-də mətndə üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Sözümüz orada cığır, bir də aləm sözü idi. Baxaq burada. Deməli, kontekstə görə istiqamət mənasında məcazi mənadadır. Aləm orada məcazi mənada işlənmişdir. Mətnə geri dönüş edib baxsız görəcəksiniz. Sonra bu əsər Azərbaycan ədəbiyyatında yeni cığır açdı cümləsində kontekstindən fərqli mənada işlənmişdir. Bəli, bunu cığıra bura yazacağıq. D-da nə deyir? Kəndin aşağısı ensiz və dar yollardan ibarət idi. C-D 1-ə, ikinciyə də B. Elə cavabımız olmuş olur. C variantı. Mətnə əsasən cədvəli doldurun. Cədvəli görmürük. 46-da isə mətnə əsasən əvvəlində rəqəm yazılmış ifadələrin qarşılığını müəyyən edib yazın. Əvvəlində rəqəm yazılmış. Keçid edək əvvələ. Deməli, haradadır bir? Baxın, birincidə təngə nəfəs, nəfəsi kəsilmək, yəni bu mənada yaza bilərsiniz. Baxın, elə buradan yazıram.
Nəfəsi kəsilmək. Sonra ikincidə nədir? Əbəsdir. Sakinlər susurdu. Salman başa düşdü ki, onlardan kömək ummaq əbəsdir. Yəni boşunadır. Boşunadır, boşdur və s. Üçdə nə deyir? Puça çıxmayıb. Artıq hamı inanır ki, Salmanın şövqlə girişdiyi iş puça çıxmayıb. Puça çıxmayıb da, yəni boşuna deyilmiş. Boşuna deyildi. Yerdə qalmayıb. Yəni yox olmayıb. Bu şəkildə qeyd edə bilərsiniz. Belə bu mətnin izahı bu qədər. Biraz sonra növbəti mətni də kanala yükləmiş olacağım. Daxil olub izləyə bilərsiniz.